müqayisədə tək valideynli ailələrdə böyüyən uşaqların problemi digərlərindən 3 dəfə çoxdur. İndi burada bir məsələ var. Məsələ nədir? Stephen Covey deyir ki, məşhur kitabında, yüksək effektiv insanların 7 bacarığı. Mən bu verilişdə də o kitaba çox istinad eləmişəm. Möhtəşəm əsərdir. Deyir ki, bir qanunun ümumbəşəri dürüst olmağını yoxlamaq üçün onun əksini deyin. Əksini. Misal üçün, mən deyirəm ki, ədalət dünyanı xilas edəcək. Dürüstlük dünyanı xilas edəcək. Deyir, indi bunun əksini deyin. Ədalətsizlik, yalan, fəsad, oğurluq dünyanı xilas edəcək. Deyir, bu cümləyə kim inanar dünyada? Heç kim. İndi gəlin bu məsələdə. Mən deyirəm ki, mən yox, bütün tədqiqatçılar, alimlər, sosioloq, psixoloqlar deyir ki, bacardığımız qədər imkanımız əl verən qədər hamı çalışmalıdır ki, uşaqlar tək valideynli ailələrdə böyüməsinlər. Hətta buradan üzümü tuturan bir qardaş kimi gənc subay analara hər halda əgər subay qalıblarsa, bunu bizim dinimiz də deyir, bunu bizim axsaqqalımız da, mentalitetimiz də tövsiyə edir ki, subay qalmasınlar, ailə qursunlar. Aydındır, ciddi tövsiyə var özdə. İndi bu mövzudan keçirik. İndi gəlirik bu məsələyə. Hamı deyir ki, ailə yaxşıdır, uşaqlara gözəl təsir edir. İndi gəlin bunun əksini deyək. Boşanmalar dünyanı xilas edəcək. Buna kim inanar siz Allah bu cümləyə? Heç kim. Nə şərqdə, nə qərbdə.